Trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətinin tapılması bölməsindən 18-ci suala baxaq. 3 sinus 5-ci dərəcənin alfa üstə gəl 4 kosinus 6 dərəcənin beta plus 5 ifadəsinin ən böyük qiyməti ilə ən kiçik qiymətin hasilini tapın. Gəlin görək bu misalı necə yazırıq. Əvvəlcə misalın şərtini köçürək. Uşaqlar, bilirik ki, sinusun, kosinusun ən böyük qiyməti neçəyə bərabərdir? 1-ə bərabərdir. Gəlin yerlərinə 1 yazaq. Bu oldu bu ifadənin ən böyük qiyməti. Yəni ifadənin ən böyük qiyməti neçəyə bərabərdir? 12-yə. Gəlin ifadənin ən kiçik qiymətini tapaq. Dərəcə tək olanda bilirik ki, uşaqlar, sinusun aldığı qiymətlər -1-dən 1 olur. Dərəcə tək olanda. Yazaq. Dərəcə tək olanda sinus hansı qiymətləri alır? -1-dən 1. Eləcə də kosinus uşaqlar ikisi də. Yəni dərəcə tək olanda sinusla kosinus hansı qiymət alır? -1-dən 1. Dərəcə cüt olanda bir əvvəlki misalda da dedik uşaqlar, dərəcə cüt olanda. Yəni hansı qiymətləri alır? 0-la 1. İndi bu ifadənin ən kiçik qiymətini tapmaq üçün mən sinusa, kosinusa ən kiçik qiymətlərini verməliyəm. Dərəcə tək olduğuna görə sinusa verirəm -1, yəni 3 vuraq -1 üstə gələk. Dərəcə cüt olduğuna görə isə kosinusa verirəm ən kiçik qiymət olaraq 0. Üstə gəl 5. Bu deyir -3 plus 5 bərabərdir 2-yə. Deməli uşaqlar, bu ifadənin ən kiçik qiyməti neçəyə bərabərdir? 2-yə. Bizdən də ən böyüklə ən kiçiyin hasili istəyir. 12 vur 2 bərabərdir 24.